Məsələ 8. Hansı böyükdür? Loqaritma 4 əsasdan 60 yoxsa 3 loqaritma 3 əsasdan 30? Həlli. Mən götürüb yazıram birinci. Loqaritma 4 əsasdan 60 bərabərdir. Loqaritma 4 əsasdan 60'ı yazıram 4 vuraq 15. Bu da bərabərdir. 4 əsasdan 4. 1 verir 1 üstə gəl loqaritma 4 əsasdan 15. Loqaritma 3 əsasdan 30'u yazıram. Bu bərabərdir 3 loqaritma 3 əsasdan 3 vuraq 10. Bu da bərabərdir. 3 əsasdan 3 cəm şəklində yazanda verir 1. Loqaritma 3 əsasından 10. Hasilin loqaritması ədədlərin loqaritmlər cəmi bərabərlik düsturuna yazdım. Deməli bunlar hansı böyükdür? Hər ikisində 1 var. 1'i nəzərə almasaq, ikisində də eyni ədədir. Loqaritma 4'dən 15 və loqaritma 3'dən 10'u araşdırmalıyıq. Hansı böyükdürsə də verilən ədədləri müqayisə edə bilərik. Loqaritma 4'dən 15. Bu kiçikdir 2'dən. Çünki, yazıram çünki loqaritma 4'dən 16 bərabərdir 2'yə. 4'ün kvadratı yazılır 2 alınır. Loqaritma 3'dən 10 isə böyükdür 2'dən. Ona görə ki, çünki loqaritma 3'dən 9 bərabərdir 2'yə. Amma bu 19'dan böyükdür. Onda aldım ki, loqaritma 4'dən 15 kiçikdir loqaritma 3'dən 10. Sonda cavab oldu ki, loqaritma 4'dən 60 kiçikdir loqaritma 3'dən 30. Beləliklə cavabımız alındı. Loqaritma 3'dən 60 kiçikdir loqaritma 3'dən 30.